Salam, salam, hörmətli Məhəmməd ümməti və hörmətli mücadilə edənlər. Yəni, söhbətim nə barədədir? Bu Məhəmməd ümmətində Hüseynçilik deyənlər var da və yaxud Peyğəmbərin yolunu gedənlər var. Haqqı, ədaləti, yəni ki, bunlar tərəfdarıdırlar güya, ədəb-ərkanın, əxlaqın tərəfdarıdırlar bunlar. İndi baxın, görün də İmam Hüseyn yolunu gedənlərə də sözüm var burada ki, yəni siz necə İmam Hüseyn yolu gedirsiniz? Bir Hacı Şahinin, Allah rəhmət eləsin, torpağın nurunda olsun, bir Hacı Şahinin son mənzilə, yəni yola salmasına 10 minlərlə insan yəni çıxdılar, başladılar onu yola salmağa və ya Hüseyn, ya Şah Hüseyn, ya Hüseyn deyə gedirsiniz. Düzdürmü? İndi mən bunu göstərmək istərdim sizə ki, siz baxın ki, görün ki, nə qədər insanlar ya Hüseyn deyə, yəni bunlar güya haqqı, ədalətin yolunu gedənlərdilər, bunlar güya Peyğəmbərin yolunu gedənlərdilər, Əmir əl-Möminin yolunu gedənlərdilər. Varmı belə bir şey Azərbaycanda? Mən heç inanmıram. Yəni, gəlin baxalım. Özdə ya Hüseyn deyə gedirlər bunlar. Görün nə qədər insanlar, 10 minlərlə, 15 minlərlə yaxın insan şu Bakı şəhərində Hacı Şahini son mənzilə yola salır. Baxın, baxın. Yəni şahid olun, görün. Görürsünüz mü? Yəni, fikir verirsiniz də, yəni görürsünüz ki, nə qədər insanlar Hacı Şahini yola salırlar və İmam Hüseyin sözünü çağırırlar, qışqırırlar, deyirlər. Bunlar münafiqlərdir ya həqiqətən Məhəmməd yolunu gedənlərdir? Həqiqətən də haqqı, ədalət uğrunda mücadilə edənlərdir? Yəni, mən burada bunu görmürəm. Bugünkü günəcən. Yəni, siz baxın ki, Azərbaycanda, məsələn üçün, Gədəbəydə haqq hesablar oldu, Nərdaranda haqq hesablar oldu, ondan əlavə İmişlidə haqq hesablar oldu. Bir çox da, yəni 12 ayda 20 dənə, məsələn üçün, fəlakətlər olur Azərbaycanda. Zəmanənin, yəni Yezidi var idi, o İmam Hüseyin dövründə. Yezid İmam Hüseyinə nə dedi? Dedi, mən sənə Siriyanı verirəm. Siriyanı verirəm. Ha, başa düşürsünüzmü? Verirəm. Ancaq mənim elədiyim işlərdən sənin işin olmasın. Görürsünüzmü? Yəni, ətrafında 3000-dən yuxarı insan var idi. Hamısı onun ətrafında bircə kəlmə İmam Hüseyin dedi ki, bəs kim istəyirsə gedə bilər. İşıqları da söndürdü, şamları söndürdü. 72 nəfər qaldı onun ətrafında. Gördünüz də bunun hamısını da siz. Yəni ki, həyatda da yazılıb, tarixdə bunlar yazılıbdır. Bugünkü günündə zəmanənin Yezidi kimdir? İlhamdır və onun ətrafında olanlardır. Və əsl mücadilə edənlərin yanında nə Məhəmməd ümməti var, nə İmam Hüseynçilər var. Əsl İmam Hüseyin yolunu gedən Tofiq Yaqublu, baxın da, aclıq da elədi 40 gün, nə qədər çağırışlar elədi, nə qədər ki, ətrafına yığılanlar hamısı şeytanlar idi. Başa düşürsünüz, dilsiz şeytanlardır. Yalandan gəlib deyirlər, deyirlər. Peyğəmbər sallallahu aleyhi və səlam 2 dəfə cümə namazı qılıb. 2 cümə namazından sonra hamı silahı əlinə alıb, xütbəsindən sonra gediblər kafirlərə qarşı. Varmı Azərbaycanda bu? Nə qədər cümə namazları yalandan qılırlar, heç bir rejimə qarşı qalxmırlar. Fahişəlik baş alıb gedibdir. Ərəblər tökülübdür. Necə deyərlər, istədikləri kefi görürlər, erişiklə məşğul olurlar. Yezidi Kürd komandası, erməni komandası Azərbaycanda Məhəmməd ümmətinin başına, xalqın başına nə it oyunları açır onu bilirsiniz. Oğurluq başdan ayağa gedibdir. Cavan uşaqları öldürürlər, narkotik satırlar, cavanlarımızı məhv edirlər, öldürürlər. Hamısının da valideynləri susur, dilsiz şeytan olubdur, səsini çıxartmırlar, qorxuruq. Qorxu var. Qorxu cəsarət gətirir, qorxu mərdlik gətirir. Siz çıxmalısınız bu qorxudan.
Nə qədər qorxa-qorxa qalasınız. Nə qədər sərbəst biznes yox Azərbaycanda. Uşaq pulu yox. Yəni sadalamaqla qurtarmır. Başa düşürsünüz? Nə qədər bunu sizə deməliyik biz. Yəni nə qədər siz dilsiz şeytana dönüb susasız, lider axtarırsınız. Haqq ədaləti yığışını özünüz yaradın. Bizlə bərabər. Biz sizə nə deyirik? Deyirik ki, gəlin qoşulun bizə. 2 gün. Bax, gedir, samballıq eləyirsiniz illərlə. Başınıza bəlalar gəlir. Ay arvad ayrılır. Ay arvad öz həyatını yaşayır. Bunların hamısına son qoymaq lazımdır. Hər şeyin sonunu qoymaq üçün ayağa qalxmaq lazımdır. 2 gün, 3 gün döyüb bunları çırpıb Azərbaycanda həbs edib qovub, ondan sonra rahat həyat düzəltmək olar. Nə qədər demək olar ki, mən arvadıma zəng eləyirəm, uşağım mənə adımla çağırır və yaxud məhkəməyə getdim, məhkəmə mənə işimə baxmadı, prokurorluq mənim işimə baxmadı, polis mənim işim. Bu problemlər qurtarmayacaq nə qədər ki İlham və onun komandası var. Başa düşün, nə qədər ki bu komanda var, problemlər daim olacaq. Bu problemi qurtarmaq üçün bunları ya öldürmək lazımdır, ya yox eləmək lazımdır, ya qovmaq lazımdır. Bunun üçün də siz hamınız bizim ətrafımıza dəfələrlə demişik, YouTube'da da çıxış eləyəndə deyirik ki, gəlin birləşin bizlə ki, bu rejimi bir kərəmlik yox eləyək. Siz istəmirsiniz də, siz qalxmırsınız, axtarırsınız. Kimisi yalancı Qurgenlərin yanındadır, kimisi nə bilim Osman qızıların yanındadır, kimisi nə bilim kimlərin yanındadır. Qutarın da, bəs sizi indiyənəcən mən sivil nümayişə çağırmışam mı? Yox. Həmişə çıxışlarımda demişəm ki, döyüşmək lazımdır, bunları məhv etmək lazımdır. Niyə qoşulmursunuz? Nə axtarırsınız siz? Kimi axtarırsınız siz? Mən başa düşmürəm. Nümunə deyirsə, Elşad nümunədə sünsündə öz haqqı uğrunda mücadilə eləyir. Varmı sizin aranızda onun kimi çıxıb öz haqqı uğrunda müzahirə eləsin? Qabildir də həmişə sizi çağırır ki, banam hazırlaşın da. Nə deyir ki sizə? Siz qalxmırsınız, abalam. Siz kaşbaş özünüzü salmışsınız haradasa, kimisə axtarırsınız, mənim başım çıxmır. Namus əldən gedib, qeyrət əldən gedib, gözü ilə görüb götürən oğraş olub. Bütün Azərbaycan xalqı. İçi mənlə bərabər. Niyə? Çünki mənə qoşulmursunuz. Qabilə qoşulmursunuz. Elşada qoşulmursunuz. Gözünüzlə görüb götürür. Hansı qeyrətdən, namusdan danışırsınız? Evinizə girib, arvadınızı, qızınızı gözünün qabağında zorlasalar, deyəsiniz, yağdı, yağış eylədi Leysan. Bunu deyəsiniz də. Balnisalarda aparıb uşaqları doğan momentdə öldürürlər. Neyniyə bilirsiniz? Neçəsinin xanımlarını öldürürlər. Neyniyə bilirsiniz? Qazilər dilənir. Şəhid ailələri pis gündə. Müəyyən adamlara bir balaca ağzına tikə atırlar trolluq eləmək üçün. Bunun hamısını son etmək üçün hamı ayağa qalxmalıdır. Bütün rayonlar, bütün şəhərlər, bütün kətlər, bütün məhəllələr eyni vaxtda, eyni dəqiqədə, eyni saniyədə. Tamını mən sizə neçə dəfələrlə deyirəm, yüzlərlə deyirəm mən sizə hər dəfə çıxımda. Niyə başa düşmürsünüz bunu? Kimi gözləyirsiniz? Hərdən açıram deyə bu TikTok kanalıma baxıram ki, nə adam baxıb ora? 200 nəfər, 150 nəfər, bu sözdə sizə baboşa baxmaqla, biri götünü bırcıdır orada, Şəbnəm nə bilim neynədi, baldırın göstərdi. Bir dənə mahnı oxuyan gələn kimi 100 minlərlə adam doluşur onun yanına. Deməli, yaxşı yaşayırsınız da onda da. Gözəl yaşayırsınız da onda da. Yəni, bəsdir də bu qədər avaraçılıq elədiniz. Bu qədər qeyrətliyə gəldiniz, çıxdınız. Gəlin yığılın ətrafımıza, bunların hamısını qıraq məhv eləyək də. Yox eləyək də Azərbaycandan yeni həyat quraq. Strateji məsələlər qoyaq ortalığa. Yüngül sənaye yaradaq, ağır sənaye yaradaq. Yeni texnologiyalar gətirək. Ayda 3.000, 4.000, 5.000 maaş alasınız. Rahat əlinizi cibizə salasınız, uşaq uçsun. Məktəblərdə mamarozalar. Başa düşün də, Azərbaycan paşaxanadır, oğruxanadır. Bu rejim sizə heç nə verməyəcək. Başa düşün bunu. Yəni, ayılın da, ayılın. Necə biz sizi səsləndirək? Məhəmməd ümbətiyik. 15 minlərlə insan gedir bir hacı şahiri dəfn eləməyə. Öz haqqını, öz həyatını qurmaq üçün, gələcək nəslini qurmaq üçün biri də ayağa qalxmır. Nə millətsiz siz? Sizə millət demək olarmı ya olmaz? Xalq demək olarmı ya olmaz?
Allah kəssin belə həyatı. Allah kəssin.